İlhama Müslümova, kişiler. Ne olsun dünyaya geldi kişi tek. Her kişi doğulan kişi sayılmır. Bir iki söz deyim, gelin eşidək. Her kişi doğulan kişi sayılmır. Kişilik cins değil, qeyrət deməkdir. Kişilik qadına hörmət deməkdir. Kişilik elə bir sərvət deməkdir. Hər kişi doğulan kişi sayılmır. Kişilik həqiqət sözün düzüdür. Kişinin andı da onun sözüdür. Kişilik mərdliyin elə özüdür. Hər kişi doğulan kişi sayılmır. Kişi var baxışla sözünü deyir. Narazı qalıbsa başını əyir. Kişi var qorxusundan ürəyin yeyir. Hər kişi doğulan kişi sayılmır. Kişi söz verdisə sözündə qalır. Namərdlər ərliyi nəzərdən salır. Çöldə itlərin də erkəyi olur. Hər kişi doğulan kişi sayılmır. Kişi var özünü odlara atar. Kişi var nazıyla qadına çatar. Kişi var ruhunu şeytana satar. Hər kişi doğulan kişi sayılmır. Qadın var kişidən daha kişidir. Kişi var qadından zevk dişidir. Kişilik göstərmək vicdan işidir. Hər kişi doğulan kişi sayılmır. Ne deyim daha mən bu olanlara, kişilik adına hal salanlara. Halaldır ər oğlu ər qalanlara. Hər kişi doğulan kişi sayılmır. Səsləndirdi Yaqub Mustafayev.